33 il bundan önce gerçekleşmiş yanvarın 18'inde son toydu. Orada kimler iştirak edirdisə, musiqiçilerinden yemək pişirənlərinə qədər hamısını biz bir 40'a yaxın adamı Xocalıya götürdük. Orada filmimizin sənədli hissəsini çəkmişik. Çəkilişlərimiz təxmini 1992-ci il 18 yanvar Xocalıda son vağzalı onlar üçün çalındı. Şəhərin işğalından bir ay əvvəl keçirilən toy illər sonra bir filmin mövzusu oldu. Report İnformasiya Agentliyinin yaradıcı heyəti son toyun izi ilə Xocalıya yolladı. Qalan toyun sədası yenidən eşidilir. Atababa yurdunda qurulan toy mağarına gəlir. Oradan bir sarı köynək sipariş.